Salam olsun Azərbaycanın vicdanlı, qeyrətli insanlarına. Azərbaycan neftinin qiyməti bu müharibə ilə əlaqədar dünya bazarında birdən-birə 70 evro, dollar qalxıb. Bu qalxımdan kimlər istifadə edib? Onları da deyək. Birinci növbədə millət vəkilləri maaşları artıb. İkinci növbədə nazirlər maaşları artıb. Üçüncü növbədə icra başçıları, müavinləri maaşları qalxıb onların da. Və bir də ən əsas Daxili İşlər Nazirliyinin yol polis xidmətini yeni maşınlar veriblər. Bilmirəm görmüsünüz yox. Əvvəl BMW markalı maşın idi, indi isə Volvo adlı yeni nəsil modeldir. Qiyməti hardasa 150 minlik maşınlardır. Daxili İşlər Nazirliyinin yol polis xidmətinə verilib bunlar da. Siz də özünüz də araşdırsanız görəcəksiniz ki, 70 yaşdan yuxarı 20-25-ə yaxın millət vəkilimiz var. Millət vəkillərinin siyasətçi olduqlarına görə yaş hədləri elə də önəmli deyil, əsas onların yürütdüyü siyasətdir. Amma belə bir təklif də irəli sürərdim ki, əgər yaş həddi problem deyilsə, yəni işləyə bilərlərsə, nə qədər istəyirlər işləyirlərsə, işləsinlər. Görürük çox həvəskardırlar işləməyə, maşallah, yata-yata işləyirlər. 35-dən yuxarı olanlarına maaş verməyək, pensiya verək. Zaten bunlar onsuz da işləyirlər, həvəskardırlar. Pensiya pullarını verək, maaşlarını isə başqa yerlərə xərcləyək, çünki o qədər maaş məncə çoxdur. Bu yaxınlarda xəbəriniz var, bilmirəm yoxsa yox. Ombudsman Səbinə Əliyeva, deməli 2019-cu ildən ombudsman fəaliyyəti ilə məşğuldur. Ombudsman bildiyimiz kimi insan hüquqlarının qorunması müvəkkilidir Səbinə Əliyeva. Səbinə Əliyeva həmçinin də Siyavuş Novruzovun həyat yoldaşıdır. Və bunlar ikisi birlikdə Milli Məclisdə otururlar və ikisi də birlikdə 40 minə yaxın maaş alırlar. Görün, elə bir ailədən 2 nəfərə yəni maaşları bəs eləmədiyinə görə 40 min şikayət ediblər ki, bəs ombudsmanın Səbinə Əliyevanın niyə maaşı qalxmıb? Və Səbinə Əliyevanın da maaşını qaldırıblar. Ailə birlikdə 40 min manat maaş alır. Halbuki 80 manat pensiya alanların, 300 manat pensiya alanların, 400-500 manat maaş alanların, işləyən əhalinin maaşında heç bir təsir yoxdur. Hələ yediyi pullar, gördükləri işlər, kimisə işə götürürlər, kimisə adı ilə, onu ilə aldıqları paket pulları saymırıq. Bunların hələ bu quru maaşlarıdır. Bunu siz orada oturmusunuz 15 min, 16 min pul alırsınız, amma heç bir düzgün sistem yoxdur, düzgün idarə etmə yoxdur, millətin sözünə qulaq asan yoxdur. İnsan haqları Azərbaycanda pozulur, amma ombudsman oturduğu yerdə yenə maaşı qalır. Bəlkə milyonlarla insan müraciət edir ki, haqlarının pozulduğuna görə heç kim bu haqda heç bir köməklik eləmir. Səbinə Əliyeva, ombudsman. Milyardlarla pul tutulub bu bir ay ərzində bu neftdən. Bunu İlham Əliyev cənabları xalqa xərcləməkdən ətrafını xərcləyib nazirlərə, millət vəkillərlə, nə bilim, onun işini görən, ona yaltaqlıq eləyən, ona tulalıq eləyən hər bir kəsin maaşını qaldırıb. Allah axırımızı xeyir eləsin. İnşallah ki, biz də bir millət olaraq bu haqsızlıqlara susmarıq, qalxarıq ayağa, haqqımızı tələb eləyərik, yığışarıq bir yerə, haqqımızı tələb eləyərik. Biz sustuqca, biz göz yumduqca bu hakimiyyət ürəyi istədiyi kimi hər kəsi idarə edir, ürəyi istədiyi kimi pulları da xərcləyirlər. Vallahi siz hələ bunların Azərbaycanda gördüyümüz qədəridir, hələ görmədiyimiz gör nə qədər var dövlətləri var.